Sumqayıt şəhəri Xəzər Bağları Səməd Vurğun küçəsində yerləşən 4 mərtəbəli bina acınacaqlı vəziyyətdədir. Yaşayış məntəqəsinin bu halı sakinləri narahat edir. Onlar hər an faciə baş verməsindən narahatdırlar. Çox bərbad vəziyyətdədir, para-paradır, pilləkən birinci mərtəbə çökübdür, padval suyun içindədir, binada əyilmə var. Ondan sonra tinlər hamısı, balkonlar var, uçubdur, 10 sant əyilmə gedibdir. Yəni, çox biabırçı bir vəziyyətdədir. Elə balkon var, burada aralanıbdır təmiz. O da ki, betondur. Düşsə yerə, kimin yanına düşsə elə orada da qalasıdır. Yəni, çox pis vəziyyətdədir bura. Ora baxırıq, deyirəm, o dəmir düşəcək kimisə başına. Oradan da çöktü, yolumuz kəsildi. Ta evin içindəki həməndir. Durbalar suyu verir içəri. Nə var ki, ta bir yönlü yer qalıb. Nəmişdi, birinci mərtəbədə yaşama imkan yoxdur. Ditdil adamın gözünü tökür. Yuxarıdakı in vurur, bu külək yoxdur. İyi qalxır dərə yuxarı. Vallahi nə gələnimiz var, nə gedənimiz. 34 ildir biz bu binada yaşayırıq da. İndi bu binada qəzalı vəziyyətdədir, uçub tökülür. Heç kəs etibar eləmir ki, gecə ilə uşağın qoya yata. Deyirlər ki, gecə ilə uçacaq, qalacaq uşaq altında. Binanın əyilməsini kadrdan da görürsünüz. O qədər deformasiyaya uğrayıb ki, adamlar eyvana belə çıxmağa qorxurlar. Hər an uça bilər. Sakinlərin həyatı taleyin ümidinə qalıb. Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin mövqeyini öyrəndik. Həmin bina Sumqayıt şəhər İcra Hakimiyyətinin balansında deyil və burada yaşayanlar bütövlükdə məcburi köçkünlərdən ibarətdir. Bunu nəzərə alınaraq balans daşıyıcı təşkilat və qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin yerli nümayəndələrinin iştirakı ilə ərazidə baxış keçirilib və bircə komissiya yaradılıb. Həmin qurumlar tərəfindən, aidiyyatı qurumlar, dövlət qurumlarına müraciət ünvanlanıb, verilmiş rəy əsasında tədbirlər görüləcək. Sumqayıt şəhər Su Kanal İdarəsi ilə əlaqə yaradıb mövcud vəziyyəti onlara da izah etdik. Binanın zirzəmisi nəzarətə götürüldü. Yataqxananın zirzəmisindən yığılmış sular tərəfimizdən vurulur. Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsindən isə deyildi ki, hazırda qurumun mənzil fondunda boş yaşayış sahələri yoxdur. Məcburi köçkünlər üçün mənzillər yalnız işğaldan azad edilmiş ərazilərdə tikilir. Adı çəkilən yataqxanada müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərin də köçürülməsinə qanuna uyğun formada baxılacaq. Binanın aid olduğu Azərenerji Açıq Səhmdar Cəmiyyətindən isə suallarımıza cavab ala bilmədik. Yaşayış məntəqəsinin gələcək taleyinə aydınlıq gətirilmədi. Rövşən Tahir, Elvin Zeynalov.